Salam, hörmətli izləyicilər. Azərbaycanda belə bir ada var, Çilov adası. Bəlkə də məni izləyənlərdən o adada olanlar da olub. Belə ki, bu ada deməli Xəzər dənizinin Azərbaycana aid olan hissəsində yerləşir. Abşeron yarımadasından 25, Bakıdan isə 100 kilometr məsafədə şərqdə yerləşir. Bu adanın ərazisi 11,5 kvadrat kilometrə bərabərdir. Ən hündür yeri 8 metrdir. Bu ada 1949-cu ildə deməli şəhər tipli qəsəbə statusu alıb. Burada insanlar yaşayırlar, işləyirlər, fəaliyyət göstərirlər. Bu adaya deməli hər adam gedə bilməz. Yalnız orada yaşayanlar, işləyənlər və xüsusi icazəsi olan insanlar gedə bilər. Əgər siz o adaya getmək istəsəniz, orada yaşayan sakinlərdən biri sizin üçün icra nümayəndəliyindən icazə almalıdır. Burada yaşayan insanlar əsasən Çilov deməli qəsəbəsində yaşayırlar. Adanın şərq hissəsində burada yaşayan insanlar mal, qara, qoyun, toyuq, cücə də saxlamaqla məşğuldurlar. Belə ki, bu adada vaxtilə 1781-ci ildə hələ deməli Rus səyyahı Voyvonis bu adada olmuşdur. 1950-ci ildə hava sistemindən müdafiə sistemləri, hava hücumundan müdafiə sistemləri bu adada quraşdırılmışdı. Müəyyən müdafiə sistemləri üçün deməli S-75 zenit raket tipli kompleks yerləşdirilmişdi. 1992-93-cü illərdə isə Rus qoşunları tamamilə bu adadan çıxarılmışdır. Bu adaya nəqliyyat vasitəsi kimi təyyarə və gəmilər işləyir. Deməli, hava yaxşı olan vaxtı demək olar ki, gəmilər hər gün işləyir. Nəqliyyat vasitələri isə pulsuzdur. Adada tibb məntəqəsi var, meydança var, uşaq bağçası var. O cümlədən də deməli, məktəbdə fəaliyyət göstərir. Yəni, bax, Azərbaycanda belə bir ada var. Çox sağ olun, kanalıma abunə olmağı unutmayın.